Redaksiya olaraq bugün haqqında danışmaq istədiyimiz növbəti ziyalı insan Sumqayıt Maşın Bazarının müdiri Müşfiq Tarıverdiyevdir. Müşfiq müəllim uzun illər ərzində bazarın fəaliyyətini səmərəli və məqsədyönlü şəkildə idarə edərək, onu həm iqtisadi, həm də sosial potensialını artırmaq üçün ardıcıl tədbirlər həyata keçirmişdir. O yalnız bazarın gündəlik işinə nəzarət etməklə kifayətlənməyib, həm də işçilərin peşəkarlığını yüksəltmək və xidmət səviyyəsini artırmaq üçün müxtəlif təlim və inkişaf proqramları təşkil etmişdir. Bu yanaşma bazarda çalışanların motivasiyasını gücləndirmiş, onların bilik və bacarıqlarını daha da inkişaf etdirmişdir. Bazarın yenilənmiş strukturu və təkmilləşdirilmiş xidməti sayəsində həm satıcılar, həm də alıcılar üçün daha əlverişli, rahat və təhlükəsiz mühit yaradılmışdır. Satıcılar məhsullarını daha səmərəli təqdim edə bilmiş, alıcılar isə geniş seçim imkanları və rahat alış-veriş şəraiti ilə təmin olunmuşdur. Bundan əlavə, Müşfiq Tarıverdiyev bazarın fəaliyyətini şəffaf və nizamlı idarə etməyə böyük önəm vermiş, qanunvericilik və sanitariya normalarına ciddi riayət olunmasını hər tərəfli təmin etmişdir. Bu bazarın həm ictimai nüfuzunu artırmış, həm də yerli icmalar üçün etibarlı və sevilən bir ticarət mərkəzinə çevrilməsinə səbəb olmuşdur. Müşfiq müəllim yalnız bazarın idarəçisi deyil, həm də onun inkişafını təmin edən, işçilərin bacarıqlarını artıran və müştərilərin rahatlığını hər zaman ön planda tutan əsl liderdir. Onun fəaliyyəti bazarın həm iqtisadi uğuruna, həm də sosial məsuliyyətinə mühüm töhfələr vermişdir. Müşfiq Tarıverdiyev bazarın inkişafını daha da genişləndirmək, müasir texnologiyaları tətbiq etmək və sosial məsuliyyət tədbirlərini artırmaq istiqamətində də gələcək planlar hazırlayır. Onun fəaliyyətinin əsas məqsədi həm bazarın iqtisadi uğuru, həm də ziyarətçilərin rahatlığı və cəmiyyətin rifahıdır. Biz də bu çətin və şərəfli işini böyük ləyaqət və vicdan hissi ilə icra etdiyi üçün Müşfiq müəllimə təşəkkür edir. Ona gələcək işlərində uğur, müvəffəqiyyətlər, həmçinin yeni nailiyyətlər arzu edirik.